Cabir Abdullayev illərin müğənnisidir, müğənnidir, xanəndədir və Azərbaycan Respublikamızın bir çox fəxr adlarını daşıyır, ona təqdim olunub. Amma bugün o fəxr adlardan danışmayacağıq. Deyirlər Cabir Abdullayevin da biznesini tapıblar. Yəni biznesi varmış, bu onu qapalı saxlayır, gizli saxlayır ki, heç kim bilməsin. Və bir verilişdə ona suallar yönəldiblər ki, ay Cabir müəllim, eşitmişik sənin biznesin var. O da əlin sinəsinə qoyub, fotonu sizə göstərim də belə. Mütləq belə məqamlarda and içirdi adam, yox, mən ölüm yox, sən ölüm yox, yox, heç nə yoxdur, belə deyirlər də, fotonu gördünüz. Veriliş də incə səhər verilişidir, orada Cabir müəllimi belə suala tutublar ki, eşitmişik, biznesin var, həm də biznesi nədir? Və deyiblər, sizin avtomobillərin yuma məkanınız var. Təbii ki, o da sualda aparıcı Vüsalə Əlizadə deyib. O da deyib ki, var, illərdir tək biznesim odur. Yəni təkcə bir dənə odur da, avtomobil yuma məkanı. Amma hələ orada bir şey etməmişik cavabını verib. Bir şey o deməkdir ki, yəni ki, olur da insanlar biznes qurur, çoxlu pullar qoyur, amma o pulunu, parasını çıxara bilmir. Ona görə deyir ki, hələ heç nə edə bilməmişik. Yəqin Cabir Abdullayev də bunu nəzərdə tutur.